Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli şəhərin çıxacağında yaxud girəcəyində yerləşən Ramada Plazanın qarşısında olan Novostroykanın arxasında mənə deyilənə görə 2,3 torpaqdır. Ancaq mənə elə gəlir ki, daha çoxdur. Hal-hazırda mən darvazanın giriş hissəsində yerləşirdim. Uzunluğu 15 metrdən çox, eni isə 4 metrdən çox. Bax bura deməli belə deyim də, yəni giriş hissəsidir. Qarşıda gördüyünüz bir zal 3 otaqdır. İndi mən bax bağçası buradır. Bax gördüyünüz yer, bax bura deməli bağçası sayılır. Nə var? Budur. Badvalı var. 4 tonluq su baseynisi var. Qarşıda 2 tonluq bakını görmək mümkündür. İnsə hamamına keçirəm. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Yenə təkrar edirəm. Deməli, şəhərin girəcəyində yaxud çıxacağında yerləşən Ramada Plazanın qarşısında olan deməli Novostroykanın arxasında yerləşir. Yeri düzdür. Mənə deyilənə görə 2,3-dür. Yenə təkrar edirəm. Ancaq bax hamamı bu cürdür. 2,3 torpaqdan çoxdur. Bir zal 3 otaqdır. Hal-hazırda deməli bax bura zalıdır. Gördüyünüz kimi deməli Euro pəncərədir. Bax bura zalıdır. Tikilişi bu cürdür. Zalın uzunluğu 9, eni isə 3 metrdir. Deməli bax bu qarşıda düzdür. Mən sizə yenə də təkrar edirəm. Bax bu cürdür. Yenidən təmirini göstərirəm. Bax burada olan ölçünün otağın ölçüsü mənə deyilənə görə 7-nin 4-dədir. Polud taxtadır, möhkəmdir, sovet taxtasıdır. Bura isə mətbəxidir. Bax belə bir deməli həyət evinin qiyməti 60.000 manatdır. Ancaq mənə deyilənə görə razılaşma olmalıdır. Buranın ölçüsü isə bax burada pol başqa cürdür. Bura deməli 7-nin 3,20-dir. Bax ölçüsünü yenidən mən sizə göstərirəm. Bura ölçüsü 7-nin 4-dədir. Bax bura deməli 3-cü otaqdır. Necə görsünüz bu cürdə var. Ola bilsin videoda bir balaca kiçik görsənir. Ancaq 7-nin 4-dədir. Dediyim kimi sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı edən sənəddir. Nizami Gəncəvi prospektindən bax bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. 170-200 metr arasındadır. Həmin prospektdən bir neçə ədəd marşrutlar keçir. Yəni bu təzə qırmızı avtobuslar, bakobuslar işləyir. Bir neçə ədəd. Bundan başqa deməli bu həyət evinə yaxın bildiyiniz kimi 41 nömrəli orta məktəbdir. Şəxsən demək mümkün deyil. Ancaq 41 nömrəli orta məktəbə yaxın bir ərazidir. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, bax orada gördüyünüz deməli 3 otaqlar köhnə tikilidir. Bax belə. Sizlərə uğurlar.